Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Çox əhəmiyyətli bir mövzudan, uşaq pulundan uşaqlara hansısa bir Azərbaycanda müavinətlərin verilməsindən danışacağıq. Buna görə də bu videonu maksimum bəyənək, paylaşaq, üstəgəl düyməsini vuraraq kanala abunə olaq ki, həm ictimai müzakirəyə çevrilsin, həm də şərhlərinizi yazaraq siz də fikirlərinizi bildirin. Azərbaycanda sıradan insanlar, az təminatlı ailələr övladlarının ləyaqətli şəkildə, keyfiyyətli bir şəkildə böyütməyə çətinlik çəkirlər. Ona görə də əksər ailələr ikinci, üçüncü uşağı dünyaya gətirməkdə tərəddüd edirlər və nəticədə doğuşların sayı kifayət qədər azalır. 2015-ci ilin statistikasına görə Azərbaycanda bir ildə 166 min körpə dünyaya gəlib. Və dəyərli izləyicilər, eyni zamanda 2024-cü ildə bu rəqəm 166 min olub. Doğulan uşaqların sayı. Və bu deməkdir ki, kifayət qədər 63% azalma 9 il ərzində nə deməkdir? Kifayət qədər ciddi azalma gedir. Artıq demoqrafik azalma qırmızı xəttə çatanda bunun geriyə dönüşünü bərpa etmək üçün atılan addımların heç bir əhəmiyyəti olmur. Ona görə də indidən həyəcan siqnalı çalmağın vaxtıdır. Uşaq pulunun verilməsi ilə bağlı uzun müddət danışdıq. Hökumətdən bildirirlər ki, bütünlüklə kütləvi olaraq uşaqlara uşaq pulunun verilməsi büdcə üçün əsaslı bir riskdir, böyük bir yükdür. Ona görə mərhələli şəkildə buna getmək olar. Bunun üçün də çox uşaqlı ailə anlayışının 5-dən 3-ə endirməyi təklif edirlər ki, daha çox ailə 3-cü uşağı dünyaya gətirməkdə maraqlı olsun. Bunun üçün bir stimul yaransın. Təbii ki, burada ödəniləcək məbləğ də əhəmiyyətli rol oynayır. Məsələn, bir vətəndaşın, bir ailənin yalnız bir övladı varsa, əgər burada 100-150 manatlıq bir müavinətdən söhbət gedirsə, o əlavə 2 uşaq da dünyaya gətirəcəkmi? Bax, bu suala mən xahiş edərdim ki, siz cavab verəsiniz, dəyərli izləyicilər. Ayrılan məbləğ nə qədər olarsa, bu 3-cü uşağı dünyaya gətirmək üçün stimuldur. Həm dövlət bir vətəndaş qazanır, doğumların sayı artır, həm də ailənin bir yeni fərdi dünyaya gəlir. Hansı ki, çox valideynin arzusudur. Amma maddi imkanlar baxımından bunu həyata keçirməkdə tərəddüd edir ki, bir övladı dünyaya gəlsin, yoxsa onu saxlamağa çətinlik çəkəcək. Bax, bütün bu məsələlərlə bağlı siz də fikirlərinizi yazın. Əvvəllər çoxuşaqlı ailə anlayışı bu günə qədər 5 və daha çox uşağı olan ailələrə tətbiq olunurdu. İndi bəlli oldu ki, bu qədər uşağa sahib olan ailələrin sayı çox azdır və bu mexanizm demək olar ki, işlək deyil. Bu həm də ona imkan yaradırdı ki, çox uşaqlı ailə statusunda olan ailədə ana, daha çox qadınlar, əgər ana övladları böyütmürsə, bu zaman ata pensiyaya uşaqların sayına görə neçə övladı varsa, o qədər il qabağa düşür, yəni daha tez pensiya alır. Əgər 3 uşaqlı ailə çox uşaqlı statusu alarsa, bu zaman ana 3 il, 4 il, neçə övladı varsa daha tez pensiyaya çıxa bilər. Bu iki tərəfli həm qadınların pensiya yaşı ilə bağlı, həm ailə